İki tərəfli əməkdaşlıq planına əsasən ölkəmizdə Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri və Birləşmiş Ərəb Əmirliklərinin Prezident Qvardiyasının xüsusi əməliyyat komandanlığı bölmələrinin iştirakı ilə sarsılmaz tərəfdaşlıq 2025 birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir. Oktyabrın 21-də təşkil edilən təlimin təntənəli açılış mərasimində Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə hər iki dövlətin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb. Tədbirdə xüsusi təyinatlı qüvvələr komandanı general-mayor Ələkbər Cahangirov çıxış edərək qeyd edib ki, təlimin əsas məqsədi ölkəmizin xüsusi təyinatlı mənsubları arasında əməkdaşlığın genişləndirilməsi, praktiki vərdişlərin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və hərbi qulluqçularımızın peşəkar inkişafına xidmət etməkdir. Təlim iştirakçıları real döyüş şəraitinə uyğunlaşdırılmış ssenarilər üzrə qarşılıqlı koordinasiya və idarəetmə bacarıqlarını praktik olaraq inkişaf etdirəcək. Taktiki fəaliyyətlər zamanı iştirakçılar manevr qabiliyyətini, çeviklik və liderlik vərdişlərini təkmilləşdirəcək, eləcə də hər iki ölkənin xüsusi təyinatlılarının təcrübələrindən bəhrələnərək tətbiq edilən forma və üsulları mənimsəyəcəklər. Sonra təlim iştirakçıları üçün yaradılmış şəraitə baxış keçirilib. Qeyd edək ki, zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatının cəlb edildiyi sarsılmaz tərəfdaşlıq 2025 birgə xüsusi təyinatlı qüvvələr təlimində bölmələr, döyüş taktikaları üzrə atəş, desantlaşma, snayper fəaliyyəti, düşmən obyektlərinin sıradan çıxarılması, eləcə də yaşayış məntəqələrinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim, döyüş tapşırıqlarını yerinə yetirəcəklər.